Əslində bu xanım Fatimə Zəhranın duasıdır. Bu duanı tərcümə eləyib qısa izah vermək istəyirəm. Olduqca mühüm məsələlərdən birinə toxunur Həzrəti Zəhra bu duasında. Duası belədir. Allahümmə fərriqni limə xələqtəni ləh. İlahi, məni yaratdığın məqsəd üçün çalışmaq imkanı, çalışmaq fürsəti ver. Və la təşğəlni bimə təkəffəltə li bih. Və mənim üçün özün görəcəyin işlərlə məni məşğul eləmə. Çox dərin bir duadır. Deyir, bəzi işlər var ki, onu sən onsuz da mənim əvəzimə eləyirsən, mənim üçün sən eləyirsən. Da mənim vaxtım ona getməsin. Elə ki, o işlər ki, sən mənim üçün görürsən, o işlərlə mən məşğul olmayayım. Və mənə fürsət ver ki, nə üçün yaranmışamsa, o yolda olum, o yolda çalışım, o işlə məşğul olum. Elə bir neçə nəfər danışıb bir-biri ilə ki, getsinlər, məsələn, bir dağa, bağa, nə meşəyə, harasa istirahətə. Bölgə aparılıb insanlar arasında, birinə deyiblərsən ət alarsan, birinə deyiblərsən yağ alarsan, birinə deyiblərsən, məsəl üçün, qab gətirərsən, birinə deyiblər samavar gətirərsən, birinə deyiblər adyal gətirərsən yerə sərmək üçün. Görürsən, məsələn, birinin yadından çıxıb ki, mən nə aparmalıydım, mən nə eləməliydim. Yadından çıxıb, samavar aparmalıydı, məsələn, götürüb çay aparır, qab-qaşıq aparır. Gəlib çatırlar, ora görürlər ki, samavar yoxdur, bəs sənin vəzifən axı samavar gətirmək idi, aparmadın. Hamı baxır, bu da başını salır aşağı, deyir ki, yadımdan çıxdı, səhv elədim. Qiyamət günü bizim bəzilərimiz bu halda olacaq. Qiyamət günü bizim halımız, bəzilərimizin halı belə olacaq. Allah onları bir missiya üçün yaratmışdı. Bir məqsəd üçün yaratmışdı. Onlar öz işlərini görmədilər, başqalarının işini gördülər, başqa vəzifəyə əməl elədilər. Və qiyamət günü əli boş qaldılar. İnsanların hər birinə, bax burada oturan hər bir insana, bütün yaranan insanların hər birinə bir rol ayrılıb yaradılışda. Hərənin bir rolu var. Ruhi, mənəvi çirkinliklər bizə mane olur ki, öz işimizi görək. Bizə ayrılan rolu icra eləyək. Buna mane olur. Hər kəsin bu dünyada bir missiyası var, bir rolu var. Hər kəsin. Bu rollar bölünüb. Hər bir insan özünə aid olan rolu ifa eləməlidir. Özünə aid olan işi görməlidir. Başqasının rolunu mənimsəmək düzgün deyil, yanlış yoldur. Allahın onun üçün təyin elədiyi xətt üzrə hərəkət eləməyən insan nəticəyə çatmayacaq. Nəticəsi olmayacaq. Məsələn, Allah bəzi din alimlərini ruhanilərdən başlayaq misal çəkməyə. Allah bəzi din alimlərini seçib, Allah istəyib ki, bunlar müctəhid olsun, mərcə-i təqlid olsun. Başqasını seçib, o da din alimidir, ruhanidir, amma gərək onu heç kəs tanımasın. Heç kim onu tanımamalıdır. Bir kənddə cəmaata dərs öyrətməlidir. 5 nəfərə, 6 nəfərə dərs tədris eləməlidir, dərs öyrətməlidir. Bunun üçün seçib bunu. Bunu seçib ki, ciddi bir ictimai fəaliyyətlə məşğul olmasın. Məhdud bir dəstə adamla məşğul olsun. Bunun insanların məqamına, potensialına dəxli yox deyə diqqət edin bu mövzuya. Bu mövzu çox incə və mühüm mövzudur. Bunun insanların məqamına, potensialına, istedadına da bəzən dəxli yoxdur. Ola bilər bu 5 nəfərə dərs deyənin məqamı Allah yanında o mərcə-i təqlid qədər olsun. Əgər öz yerindədirsə, ona ayrılan rolu düzgün icra edirsə. Əsas məsələ öz yerində olmaqdır.
öz yerində olduğun halda gördüyün işi kamil görməkdir. Allah biri üçün qəribliyi seçib ki, tanınmasın, biri üçün məşhurluğu seçib, şan şöhrəti seçib, hər üçün bir şey seçib. Birini heç kim tanımamalıdır, birini dünya tanımalıdır. Biri aşkar xidmət eləməlidir cəmiyyətə, biri pərdə arxası xidmət eləməlidir. Heç kim də tanımamalıdır onu. Bilinmir Allah kimin üçün nəyi müəyyən eləyib, bilinmir. Biz gərək onu tapmalıyıq, bax, o bizə ayrılan rolu tapmalıyıq. Yoxsa yersiz rəqabətlər, məğlubiyyətlər, uğurlar burulğanına düşəcək, sərgərdan qalacaq. Hər bir insan bilsin ki, bizim hər birimizə yaradılışda rollar ayrılıb, məxsusdur bizə, hər birimizə ayrıca. Biz körləyə bilərik, bəzən biz elə işlər görə bilərik ki, zehnimiz azsın, səhvə düşər olaq və bizə ayrılan rolu yox, başqalarının işini görək, başqalarının məşğul olmalı olduğu işlə məşğul olaq. Qiyamət günü bu insanlar hamısı həsrət çəkəcək. Allah deyəcək, mən səni filan iş üçün yaratmışdım, sən getdin özünə aid olmayan bir yol tutdun həyatda. Ömrün hədər oldu bu yolda, hədəfə də çatmadın və qiyamətin həsrəti budur. Bir mənada da budur. Sən özünü öldürdün ki, sən ruhani olasan, mən səni yaratmışdım, məsələ mühəndis olasan. Sən getdin, mütləq sən ruhani olmaq yolunu tutdun, başqa yolla getdin. Bu mühəndis ruhani misalını dedim, bir şey yadıma düşür ki, mənim özümə bəzən bunu irad tuturlar. Ki, bu nə mən filan yeri bitirib, niyə ruhaniliyi ilə məşğuldur filan. Mən 2 ixtisas üzrə ali təhsil almışam, bir texniki sahədə, texnik universiteti bitirmişəm, bir də Bakı Dövlət Universitetinin tarix fakültəsində, bir də humanitar sahə üzrə təhsil almışam. Və mən bununla təsəlli tapıram ki, Allah şahiddir, Allah özü bilir ki, əvvəldən mənim heç bir məqsədim yox idi ki, gedəm ruhani fəaliyyətinə məşğul olum. Ümumiyyətlə, mən belə bir planım yox idi. Elə həyat elə tənzimləndi ki, mən bu sahəyə gəldim və bu 2 ixtisas sonradan dini elmlərə yiyələnməkdə mənə əslində kömək oldu, yardımcı oldu. Yəni, bunu bəziləri mənə nöqsan kimi tutur. Mənim nöqsanım çoxdur, kifayət qədər çoxdur. Amma bu mənim üçün üstünlük sayılacaq bir şey, mənə nöqsan tuturlar. Yəni, bir din xadiminin 2 ali təhsil alması onun üçün nöqsan deyil. Onun üçün bir işinə yardımcı bir vasitədir, yardımcı bir istiqamətdir. Və hərdən adam həyatında özünə hesabat verir də ki, görəsən mən öz yerimdəyəm. Həmişə bununla mən təsəlli tapıram ki, Allah görür ki, şərait məni buna vadar elədi ki, mən sonra getdim, elə o din təhsilində də mədrəsəyə getmədən, elə mədrəsədə oxunanları oxudum da, mən haradansa göydən mənə vəh gəlmədi, mən həmin elmlərə yiyələndim, ərəb-fars dillərini öyrəndim, sonra o dərsləri mənimsədim və fərqi yoxdur, haradasa mədrəsədə oxuyasan və bunu da deyim ki, elə bir ki, kimsə mənim əlimdən tutdu ki, yox, sən getməməlisən, haradasa oxumaq üçün elə bu işləri burada görməlisən. Yeri gəlmişkən bunu dedim ki, insan hərdən özü də özünü təftiş eləməlidir ki, yerindəyəmmi yoxsa yox. Mən olmalı olduğum yerdəyəm yoxsa yox. Hər bir insana bir rol ayrılıb, hər bir insana istisnasız. Biri özünü öldürür, ictimai mövqe tutsun, Allah başqa şey istəyir. Məsələn, ondan istəyir ki, sərvət sahibi olsun, pul sahibi olsun, sərvəti ilə, pulu ilə xidmət eləsin. Biri özünü öldürür ki, filan elmə sahib olsun, Allah onu yaradıb ki, başqa elmə yiyələnsin. Sən məşhur olub cəmiyyətə xidmət eləmək istəyirsən, mən yaratmışam ki, sən tanınmayasan, gizli qalasan, yəni sənin məqamından xəbərdar olmasınlar və sən fərqli şəkildə xidmət eləyəsən. Bir kənddə görürsən bir nəfər müəllimdə, onun şagirdləri məşhur alimlərdir. Məşhur alimlərdir, böyük alimlərdir. Bu kənd müəllimi tanınmayıb, o alimlər tanınıb. Amma qiyamətdə məlum olacaq ki,
Bu rollar bu şəkildə müəyyən olunub. Birinə rol ayrılıb ki, alim olsun, kitab yazsın. Görürsən ki, pul həvəsi bunu biznesə sürükləyir, biznesə istiqamətləndirir. Tutaq ki, uğurlu biznesmen də olur. Yaxşı da imkanı olur, amma Allah deyəcək ki, mən səni başqa yerdə görmək istəyirdim. Mən səni başqa məqsəd üçün yaratmışdım. Sən öz yerində deyildin. Allah birinə rol verir ki, o imam cəmaat olmalıdır bir məsciddə. Birinə yazıcı rol verir, birinə usta rolu verir. Bütün dünya deyir ki, istedadlarına uyğun yol seç. Xanım Fatimə Zəhra belə demir. Xanım Fatimə Zəhra belə demir. Xanım Zəhra bu duası ilə deyir ki, məsələ heç istedadda da deyil. Allah sənin üçün məxsusən bir yol ayırıb. Sən o yol getməlisən. Meyar sırf istedad da deyil. Bəzən bizə ayrılan yol istedadımıza zahirən uyğun deyil. Sonradan Allah o istedadı verir bizə, biz o yolu tapa bilsək. Məsələn, Əllamə Təbətəbai heç cür başa düşmürdü dərsləri. Gedirdi mədrəsəyə, Əllamə Təbətəbai. Müəllim dərs deyirdi, beyninə girmirdi elə bir sadə dillə desə, qavraya bilmirdi. Gedir təvəssül eləyir Əhl-i Beytə, Həzrət Əbəlfəz ağaya, ondan sonra zehin açıqlığı verir Allah. Ona gəlir olur Əllamə Təbətəbai. Zahirən bu yarı yoldan məyus olsaydı ki, o mənim bacardığım bir iş deyil bu, düz olmazdı. Ümidsiz olsaydı düz olmazdı. Bəlkə də burada möhkəm dayanmalısan, Allah sənə istedad verməyibsə də, sən dayanıb o istedadı da əldə eləməlisən. Amma bəzisi ola bilər ki, elə bir il geçsin, görsün ki, bunluq deyil, götürə bilmir, çıxsın, geçsin. O da ola bilər. Qaydalar mütləq deyil. O da ola bilər. Bu bizim üçün qaranlıq bir məsələdir hələ ki. Mən onun həllini deyəcəm sizə. Həllini deyəcəm inşallah. Amma başımıza gələn işlərə, imtihanlara diqqət eləməklə özümüzə aid olan yolu tapa bilərik. Gec deyil. Yaşlı adamlar deməsinlər, məndən keçib. Hansısa məqamda hər gün sən özünə bir yer müəyyən edirsən. Yaşından asılı olmayaraq. O yerdə olmağın lazımdır. Bu söhbət vəzifədən getmir, hansı vəzifələr icra etməliyəm. Söhbət roldan gedir, missiyadan gedir. Mən nə işlərlə məşğul olmalıyam. Bunu bilmək üçün nə etmək lazımdır? İlk növbədə qəlbi həva-i nəfsdən təmizləmək lazımdır. Nəfs bizə səhv şeyləri diktə eləyir, bizim fikrimizi azdırır, bizə aid olmayan istiqamətə bizi sürükləyir. Nəfs səhv işləri diktə eləyir. Nəfs bizi öz missiyamızdan, həva-i nəfs, bizi öz missiyamızdan uzaq salır. Nəfsin vəsvəsələri həmişə Allahın ayırdığı yolun ziddinə gedir. Bunu yadda saxlayın. Ona görə Quran bizə deyir, hey deyir təmizlənin, təmizlənin ki, təmiz olanda hər şey sənə şəffaf aydın olur ki, sən nə etməlisən, harada olmalısan. Qəlb o qədər pak olmalıdır ki, sənə ayrılan rol özünü sənə şəffaf şəkildə göstərsin. Şəffaf şəkildə. Məsələn, Allah bəzilərinə deyir ki, sən zahirən bir uğurlu bir insan olmayacaqsan, yəni uğurlu insan kimi tanınmayacaqsan daha doğrusu. Sənin işin budur ki, sən zəhmət çək, övladı yetişdir. Sən gəlmirsən bu dünyaya ki, bir görkəmli övlad yetişdirəsən. Sənin işin budur. Sən ayrılan yol budur. Biri var Şeyx Ənsari olasan, bir də var Şeyx Ənsarinin atası, anası. Şeyx Ənsarinin anasına deyirlər ki, bu necə oldu sənin oğlun belə fəqih oldu, alim oldu, mərifət sahibi oldu. Dedi ki, başqa şey gözləmirdim ki, bir dəfə də olsun dəstəmasız süd verməmişəm ona. Başladı o, necə onu böyüdüb ondan danışmağa. Bəlkə bu ananın məqamı Şeyx Ənsarinin özündən də üstündür. Kim bilir? Məqam məhşurluqla deyil. Şəhidlərin ata-anası bəzi ata-anaya, adamlara rol ayrılıb ki, sən şəhid övlad yetişdirməlisən. Sən özünü tanınmamalısan. Məsələn, Mübariz İbrahimovun atasının, anasının adını hamı bilmir. Bəziləri bilir, çox adam bilmir. Yaxud başqa bir məşhur şəhidimizin, məsələn, Raquf Orucovun, digərinin, heç valideynin biz bilmirik kimdir, atası, anası kimdir. Amma rolları bu idi.
Və qiyamət günü görəcəksən ki, ata oğuldan da geri qalmırdı. Nə olsun ki, tanınmırdı. Hərə öz rolunu icra elədi. Hərə öz işi ilə məşğul oldu. Allah hamımıza fərqli rollar ayırıb, çalış ki, nəfsin müdaxilə edib səni öz rolundan başqa rola istiqamətləndirməsin. Burada nəfs müdaxilə edir, nəfs qarışdırır. Əli əleyhissalam Həmmam xutbəsinin əvvəlində buyurur ki, Allah yaradıb insanları ehtiyacdan yox, itaətlərinə ehtiyacı yox idi və günahları Allaha zərər vurmazdı. Ondan sonra buyurur ki, və qəsəmə beynəhum məaişəhum və vəzəəhum minəd-dunya məvaziəhum. Deyir, Allah onların arasında ruzlərini bölüb və hər birinə yaradılış aləmində, dünyada yer müəyyən eləyib Allah, hər bir insan üçün. Biz xarab eləyirik. Bəzən görürsən ki, Allah deyir, Əli əleyhissalamdakı maaşlarımızı Allah bölüb. Bizə bir məbləğ pul çatmalıdır. Allah təqdir eləyib. Biz səbirsizlik eləyirik. Dinimizi satırıq o pul üçün. Göydə mələklər gülür deyir, bu sənə çatmalıydı, onsuz da. Sən niyə görə səhv yolla getdin? Bu sənin idi. Niyə səbirsizlik elədin? Biraz yubandırdılar ki, görsün sən özü necə aparırsan. Onsuz da sənin idi. Biraz yubandırdılar. O yubandırmaq səbəb oldu ki, sən getdin, hər yola əl atdın, sənə onsuz da ayrılan halal ruzunu getdin, haram yolundan qazandın. Mələklər təəccüblə baxır. Sən onsuz da Allah sənə bir neymət verəcəkdi ki, sən hörmətli olacaqdın. Hə? Onsuz da hörmət, izzət sənin üçün idi. Sən getdin başqa yollarla hörmət qazanmağa. Qəlbləri əl almağa. Lazım deyildi. Sən elə oturardın yerində, Allah hörməti sənə verəcəkdi. Gətirib, ayağıva gətirəcəkdi. Bəzilərinə təqdir olunub ki, o heç vaxt zəngin adam olmayacaq. Yoxsul yaşayacaq. Demirəm, adam çalışmasın. Desin, mənə alnıma bu yazılıb. Qətiyyən belə demirəm. Vəzifədir, ruzi qazanmaq hər bir insan üçün vəzifədir. Hər bir insan üçün. Ruzi qazanmaq üçün insan çalışmalıdır. Amma əlinə çatmayanda məyus olmasın gərək. Məyus olmasın. Və bunu da deyim ki, bunun ictimai mövzularla da aidiyyatı yoxdur, heç bir. Bir-birinin haqqını basıb yiyirsə, o deməkdir ki, deyək, hə, ona təqdir yox. O səhv eləyir, cinayət eləyir, günah eləyir, cəzasını da çəkəcək. Sən də o deməkdir ki, haqqı yiyəndə deyəsən ki, mənə belə, bu deyil. Mövzumuz daha dərindir. Daha dərin məsələdir. Xanım Zəhranın duası bunu çatdırır ki, hər adamın bu yaradılışda bir rolu var, müəyyən bir istiqaməti var. Nəfsani istəklər qarışır, bizim rollarımızı qarışdırır. Biz bilmirik, harada olmalıyıq, nə işlə məşğul olmalıyıq, nə etməliyik. Amma biz bu istəklərdən azad olsaq, həyat bizi öz rolumuza tərəf istiqamətləndirəcək. Həyat özü, həyatın axarı. Qiyamət günü Allah bəzilərinə deyəcək ki, mən səni seçmişdim ki, İmam Zaman əleyhissalamın, 12-ci imamın ən yanında olan adamlardan olasan. Misal üçün deyirəm, misal üçün. Ən yaxın adamlardan olasan. Sən hey xarab elədin, mən yavaş-yavaş aşağı saldım. Dedim, yox, 10-cu adam olacaq. Sonra dedim, 100-cü adam olacaq. Sonra dedim, 1000-ci adam olacaq. Sonra dedim, yox, sən o qədər xarab elədin ki, mən dedim ki, bu işin əhli deyil. Çıxartdım səni, özün elədin. Sənin üçün yer ayrılmışdı. Düz orada, düz. Səndə o istedad var idi, o potensial var idi, yaxud da belə deyək, bu təqdir buydu. Təqdir buydu ki, sən gedib orada o məqamda olasan. İnsan onda həsrət çəkməyə başlayır qiyamətdə. Qiyamətdə bizə, hər birimizə rollarımızı göstərəcəklər ki, sən nə etməliydin və bu yolda harada olmalıydın, onda insanların çoxu həsrət çəkəcək. Mən niyə itirdim? Bu nə zaman olur? O zaman ki, başlayırsan onun bunun ağzına baxmağa. Cəmaatın tərifi ilə hərəkət eləməyə, cəmaatın ələ salmasından çəkinməyə. Mənim rolum, yolum budur, mən bu yolu getməliyəm. 5 nəfər mənə gülür oradan, ələ salır ki, bunun gördüyü işə bax. Dururam o məsxərədən çəkinirəm, rolumu da dəyişirəm. Niyə görə sənə deyəcəklər, niyə görə? Nə üçün sən öz getməli olduğun yolu yəqin bildiyin halda kiminsə təşviqi, tərifi, tənqidi, səni ələ salmağı səni o yoldan döndərdi. Yolundan ayırdı, rolundan ayırdı.
yaxud qorxdun, yaxud tamahın güz gəldi, yaxud paxıllığın tutdu. Bir yola ayrılmışdı sənə. Gördün qonşunu, girişdin oyuna rəqabətə, getdin başqa istiqamətə. Sənə kim demişdi, sən o qonşunun istiqamətinə get? Sənə kim demişdi bunu? Sən özü bir tənzimlə gör ki, sən başı aşağı sal, öz işinlə məşğul ol. Sən getdin, yersiz bir rəqabətə girdin ki, rolunu dəyişdi, öz rolundan çıxdın, başqa rola da girdin. Məsələn, şəhidlərin bəziləri var ki, mən oxuyuram da onlar barədə. Oxuyuramdan da əlavə mən çox görüşürəm şəhid ailələrindən. Deyir, məsələn, 2 dənə ali təhsili vardı, belə perspektivi vardı filan. Və indi o tutaq ki, məsələn, Mahir Mirzəyevin atası da deyirdi ki, uğurlu təhsil almışdı filan. Gələcəkdə filan ola bilərdi, belə ola bilərdi. O hər cür onlar insan öz xalqına xidmət edə bilər. Amma görsən ki, Allah onun təhsilini yarımçıq qoyub, ona şəhadət nəsib eləməklə xidmətin ən böyüyünü qismət elədi. Ona bu rol ayrılmışdı. Bu xidmət heç nədən az deyil, hər şeydən çoxdur. Hələ biz bilmirik ki, onlar pərdə arxası nə iş görürlər bugün də bu xalq üçün. Bugün şəhid şəhadəti ilə ondan sonra da iş görür. Pərdə arxasında, Allah qatında, öz xalqı üçün, öz milləti üçün. Allah bizə tanıttırsın öz rolumuzu, bunu çox dua eləyin. Çox dua eləyin. Bəlkə də ihtinəs sıratəl müstəqimin bir mənası da budur. Hər gün deyirsən ki, ilahi, məni düz yola hidayət elə. Yəni, mən harada olmalıyam, orada olum. Nə işlə məşğul olmalıyam, orada olum. Bu namazda da edilən duanın bir mənası da elə budur. Məsələn, Həzrət Əli Əleyhisselam deyir ki, sənə ayrılan dünya adətən sənə rahat gəlir. Rahat sənə tərəf gəlir. Rahat. Əziyyətsiz yox, dünya əldə eləmək üçün adam əziyyət çəkir. Əziyyət çəkirsən, amma sənə ayrılan dünyanı qazanmaq üçün işin daşdan çıxmamalıdır. İşin daşdan çıxmamalıdır. Rahat sənə tərəf gəlməlidir. Elə bil bizi bir otağa salırlar. Deyirlər ki, burada əşyalar məsələn divara yapışıb. Məcazi bir mənzərə yaradım sizin gözünün. Divarlar hamısı, əşyalar hamısı divarlara yapışıb. Sənə deyirlər ki, burada bəzi əşyalar sənindir, hamısı yox, bəziləri. Get götür. Necə biləsən bu mənim deyə yoxdur? Eğer sən əli vurursan, 1-2 dəfə çəkməklə qopursa divardan, deməli sənin. Bir dəfə güc elədin, 2 dəfə, 3 dəfə, 5 dəfə qopardan mədünsə, Əli Əleyhisselam deyir ki, bu sənin deyil. Bu sənə ayrılmayıb. Bu o demək deyil, yenə deyirəm, çalışqan olma, əzmkar olma. Əksinə, öz yolunda çalışqan ol. Hansı yolda olmalısan, orada ol, sonra da əzmkar və çalışqan ol. Hədəfin üçündə hərəkətdən əl çəkmə. Biz öz yolumuzda, öz rolumuzda olarıqsa, sonu nicatlı yolumuzun. Nəfsimiz bizə ayrılan roldan qopartmaq istəyir, başqa səmtə sürükləyir. Bundan müğayət olaq. Xanım Zəhra bu duasında buna işarə edir. Xanım Zəhra özü nə rol oynadı? 18 ya 20 neçə il yaşadı bu dünyada. Qısa ömür və bütün peyğəmbərlərin yolunu o yaşatdı. Bütün peyğəmbərlərin. Onun bəşəriyyətə xidməti gələcəkdə bilinəcək, görəcəksiniz. Xanım Zəhra bu bəşəriyyət üçün, insanlıq üçün neyniyib? Allah şahidli zərrə qədər şirtmirəm. Zaman gələr inşallah görəcəksiniz. Dünya və axirətdə ki, onun insanlığa xidməti nə qədər idi? Pərdə arxasında qala-qala. Sonra da duasında deyir ki, وَلَا تَشْخَلْنِي بِمَا تَكَفَّلْتَ لِي بِهِ İlahi, o işlər ki, mənim işimdir, mənə aiddir, amma öz öhdəvə götürmüsən. Elə ki, mən o yolda enerji sərf eləməyim. Onsuz da sən eləyəcəksən bu mənim əvəzimə. Mən nə üçün gedim o işə vaxt ayırım? Gəlirəm söhbətimin sonuna tərəf. Necə eləyək? Necə eləyək bunu bilək? Hamını bu maraqlandırdı. Hardan bilək ki, biz nə etməliyik? Hansı rol ifa eləməliyik? Biz elə yaşaya bilərik ki, Allahı hiss eləyə bilək. Biz elə yaşaya bilərik ki, 24 saat Allah dayanmadan bizlə danışsın. Necə mən sizinlə danışıram, abi, aydın. Məndən də aydın, hər birimizdən Allah hər gün danışa bilər.
Belə eləyə bilərik. Biz belə adam ola bilərik ki, əlaqəmiz hər an Allahla olar, hiss elətdirər bizə ki, sən nə etməlisən indi? Harada olmalısan? İstəyərsən bir nəfərə tərəf üst tutasan onunla iş görməyə, Allah onu səndən elə uzaqlaşdırar ki, görərsən ki, yox, səni qoymadı ona tərəf gedəsən. İmkan vermədi. Sən də anlayarsan, başa düşərsən. Şeyx Hüseyn Ənsariyanın bəlkə də adını eşitmişsiniz, ya görmüşsünüz, mən onun kitablarından da bəzisini oxumuşam. Yaxşı, təsirli nəfəsi olan bir ruhanidir. Deyir, mənə Azərbaycanlı, özü belə deyir, Azərbaycanlı alimlərdən biri deyir, mənim həssas vaxtımda əlimdən tutdu. Azərbaycanlı ruhanilərdən, alimlərdən biri. Deyir, o dünyadan köçmüşdü, bu indi də yaşayır da, deyir, o dünyadan köçmüşdü. Və mən deyir, Seyyid Muhammed Hadi Milani, o alimin adı ki, Azərbaycanlı da dünyadan köçüb. Deyim, mən bir gün ağlıma gəldi ki, mən ki minbərlərə gedirəm, xutbə oxuyuram, cəmaatı dinə dəvət edirəm. Mən bu işi qoyum, gedim təhsilimi davam edeyim. Biraz da gedim oxuyum, iştihada çatım, bu ilə məşğul olum. Dedim ki, mən xutbələri, minbərə getməyi dayandırırım, gedim mədrəsədə təhsilimi davam etdirim. Deyir, yatdım, yuxuma gəldi. Bir zaman onun xutbələrinə mən gedərdim. İndi gəldi yuxuma, dedi ki, sənin xutbələrin bizə bu dünyada əks olunur, bərzəxdə. Sən ki, danışırsan, bizə göstərilir və sən heç bir vəzlə bunu dayandırma. Heç bir vəzlə. Sənin yolun budur, sənin işin budur. Sən bu işlə məşğul olmalısan. İstəyi nəfsani deyildi bunun. Sadəcə tərəddüdə düşmüşdü. Allah yuxu ilə də olsa tənzimləyir. Mən demirəm, hamımıza yuxu göndərəcək Allah hər gün. Qəti bunu demirəm. Ola bilərsən, bir dənə də yuxu görməyəsən. Bu bir nümunəsidir. Allah görsən, bir vasitə ilə çatdırdı. Xülasə, necə eləyək, bilmək üçün, necə eləyək? Hardan bilək ki, nə eləyək ki, bilək harada olmalıyıq, rolumuz nədir? Sual budur, əsas sual budur. Mən deyirəm, bu sual düz deyil. Sualın qoyuluşu düz deyil. Biz hardan bilək, nə rol ifa eləməliyik? Bu sual düz sual deyil. Sualı gəlin belə qoyaq. Necə eləyək ki, Allah özü tənzimləsin və istiqamətləndirsin bizi olduğumuz yerə? Sual belə qoyulmalıdır. O bizim işimiz deyil, çətindir tapmaq. Sənə deyir ki, sən azad elə, özünlə məşğul ol, nəfsü öz əlindən azad elə, Allah görürsən, sənin qabağına lazım olanı çıxardacaq, görəcəksən, səni idarə eləyən var. Harada olmalısan, orayla hərəkət edirsən. Bunu da xanım Zəhradan doğrudan dahiyanə sözlərdir bunlar. Bunu da deyəcəm, bax, bu əlac yoludur, Həzrət Zəhranın hədisidir. Buyurur ki, mən əsədə iləllah xalisə ibadətih, əxbətəllah əzzə və cəlləhu, əfzələ məsləhətih. Deyir, kim Allaha xalis ibadət göndərsə, Allah da onun üçün ən məsləhət olanı qarşısına çıxardar. Görürsünüz, necə münasibətlərin qaydasını deyir. Sən Allahla düz ol, xalis ol, Allahla xalisanə ibadət elə, səmimi ibadət elə, səmimi Allaha itayət elə. Allah özü düşsün ki, indi mən tənzimləyəcəm. Həyatı, hər şey ki, sənə lazımdır, ayağın altına gətirəcəm. Görürsün ki, sənə tərəf hər şey gəlir. Filan kəsə tərəf getməksən, Allah görsün, özü çəkdi sənin yolundan onu. Bu sənli adam deyil. O ilə bir işbirliyi istəyirsən, o demək deyil ki, işbirliyində zərər eləyənlər hamısı yolundan çıxıb, yox. Bəzən də o da lazım olacaq. Önəmli o deyil, önəmli olan odur ki, sən yolundan, cızğundan, sənə ayrılan roldan çıxmayacaqsan. İxlaslı olmaq, nəfsani istəklərdən azad olmaq kömək eləyir ki, biləsən yox, biləsən yox. Allah özü ayağıva gətirsin eləməli olduğu işi. Tərəddüdün olmasın sənin. Bu işdə valideynlərin də rolu var. Ata-analar övladları üçün bunu dua eləsin ki, Allah övladını ona xeyirli yola istiqamətləndirir. Bunu ata-anaların bu duasının təsiri çoxdur. Onun öz yoluna, hər bir adamın, mənim balamın, övladımın öz yolu var. Biz isə arzular qururuq, mənim balam həkim olsun, biri deyil mühəndis olsun, biri mühəndis deyən yoxdur. O Sovet vaxtı idi, hamısı hüquqa
gedirdi. Mən hüquqda oxuyuram. İndi də, məsələn, indi həkimlik də düşür. Hər dövrdə bir şey var. Hamı da arzulu ki, oğlu həkim olsun. Biri deyilən vəzifədə işləsin falan. Deyilən ki, övladıma ona ayrılan yol nədir? O yol nəsib elə. O yolda qədəm götürsün ki, orada olmalıdır. Orada olmalıdır. Düz istiqamətdə olsunlar. Allahdan bunu istəyək həmişə ki, bizi özü agah eləsin. Vallahi eləyir. İstəsə Allah eləyir. Mənim nə işimə qalıb ki, mən müdir olmalıyam, müəllim olmalıyam, imam cəmaatı olmalıyam, məşhur olmalıyam, tanınmaz olmalıyam. Bunu mən müəyyən eləmirəm. Əsas budur ki, mən Allahın təyin elədiyi yolda əla qiymət alım. Mənim üçün ayrılan yolda, ayrılan rolda. Orada o rolu kamil ifa eləyim. Biri görürsən alim olar, biri də ona çay gətirər. Biri də ona çay gətirər. Qiyamət günü o çay gətirənlə alim ikisi də eyni dərəcədə olar. Ne üçün? Çünki hərəsi öz rolunu kamil ifa elədi. Əskilik deyil, artıqlıq deyil bu işlər. Əskilik, artıqlıq məsələsi deyil. Olduğun yolda düzgün olasan, kamil o vəzifəni icra eləyəsən, yaxşı niyyətlə eləyəsən, fərqi yoxdur. Niyə can atırsan ki, sən də orada olasan? Hərdən görürəm tez-tez. Biri məsələn xütbə qoyub. Bu ruhanilər nəyi ixtira eləyib indiyə qədər? Qəribə sualdır. Ruhani bəyəm ixtiraçıdır. Ruhani üçün ixtira eləməli deyil. Soruşursan ki, bu tarixçi nə ixtira eləyib indiyə qədər? Tarixçinin işi ixtira eləməkdir. Biri ixtiraçıdır, biri alimdir, biri ruhanidir. Hərəsi bir cəhətdən əl-ələ verib cəmiyyətə xidmət eləməlidir. Bir-birinə ixtilaf eləməli deyil. Köməkləşməlidir, xidmət eləməlidir. Əlində olan telefon filan yerin istehsalıdır. Bəli, o 100 ilin problemidir. Bu ruhani ona neynəsin? Buna həll eləmək lazımdır. Amma ruhani ona yardım göstərməlidir. Onu dinləyən gənclərə tövsiyə eləməlidir, istiqamət verməlidir ki, elm oxumaq vacibdir, elmlərə yiyələnmək vacibdir, təkcə dini elmlərə yox, faydalı elmlərə, lazımlı elmlərə. Bunu ruhani eləyə bilər. Ruhani ixtiraçı deyil ki, həm minbərə getsin, həm də getsin nəsə bir texniki bir sahədə ixtira eləsin nəyəsə. Hər bir insan öz yolunda xalis olsa, qiyamət günü görəcəksən ki, dərəcələri eynidir bu insanların. Mirzə-i Şirazi eşidərsiniz. Mirzə-i Şirazi bizim məktəbin ən tanınmış mərcə təqlidlərindən biri olub. Məşhur, nüfuzlu. Bir gün deyir yanına dövrünün şahının adamları gəlir. Şahın adamları get-gəl eləyərdi, məsləhət alardı, ehtiram eləyərdilər ona, hörməti çox idi. Oturub söhbət eləyir, birdən qapısı döyülür, xidmətçi gedir qapıya, bir nəfər qoca bir kişi, yaşlı kişi, ruhani geyimindədir, amma hiss olunur ki, kənddən gəlib, kənd ab havasında. Gəlib, qapını döyür, xidmətçi açır, deyir, Mirzə Şirazi buradadır, deyir, evindədir. Deyir, deyirən ki, filan kəs gəlib, biraz da ərklə. Deyirlər ki, yanında şahın adamları var, gözdə bugün ümumiyyətlə ruhaniləri qəbul eləmir. Deyir, siz gedin, deyin ki, filan kəs gəlib. Deyir, bu şahın adamlarını qəbul eləyən vaxtda gəlib bunun qulağına deyirlər ki, bəs bir kişi deyir, əl çəkmir. Deyir, getmir. Kimdir? Filan kəs. Adını mən unutmuşam, filan kəs. Deyir, bu filan kəs deyən kimi şahın adamlarına deyir ki, mən üzürlü sayın. Görüşümüz başqa vaxtda qalsın. Neçə gündən sonra filan vaxt gəlin, mən bu adamla görüşməyəliyəm, vacibdir. Deyir, onları yola saldı, düşdü, qapıdan bunu qarşıladı. Əlindən tutdu, hörmətlə, ehtiramla, gəldi, oturdurdu yanında. Diqqət ona ayırdı, günün yarısını axşama qədər o ilə deyir, vaxt keçirdi, axıra qədər onu diqqətlə dinlədi, xüsusi hörmət elədi. Axırda deyir, gəldi, qapıya qədər yola saldı, ayaqqabısını cütlədi, yola saldı. Soruşduq ki, siz bu kişi kimdir buna, siz bu belə diqqət ayırırsınız? Dedi ki, bu mənlə bir yerdə oxuyub, bir yerdə oxumuşuq biz bununla, cavanlığımızda, bir otaqda qalmışıq, bir yerdə dərs oxumuşuq. Bu məndən daha yaxşı idi, elmi baxımdan, istedadı daha güclü idi. Bu bir dəfə getdi dərs vaxtı bir kəndə
Getdi, gördü orada cəmaat dindən uzaqdır, dindən məlumatı yoxdur, heç nə yox. Dedi ki, mən təhsilimi yarımçıq qoyuram, mən iştihad zat tərəfə getməm, mən gedim o kənddə cəmaata xidmət edeyim. Getdi, mən deyir, ona deyirdim ki, mən səndən sual soruşuram, Mirzə Şirazi deyir ki, çətinliyim olanda səndən soruşuram, deyir, o qalsaydı, oxusaydı, məndən qat-qat böyük bir mərcəy təqlid alim olardı. Ondan sonra görün nə deyir? Deyir, razıyam bütün mərcəiyyətimi, hər şeyimi verim, onun o kənddə qaldığı bir gecə yatdığının savabını versin mənə. Ömrümü verim, ömrümü verim. Bir gecənin savabını versin mənə. 1000 gecə də orada qalıbsa, demirik hamısının bir gecəsinin savabını. Görürsən ki, əsas məsələ odur ki, insan harada olmalıdırsa orada olsun. Öz rolunu ifa eləsin, düzgün ifa eləsin. Qiyamət günü həsrət çəkməsin. Sənə deyirlər, ged işdə ailəvə xidmət elə. Yox, mən filan tanınmış adam olub dinə, Allaha, İslama, mən xalqıma xidmət eləməliyim. Sənin xidmətin budur ki, sən bir öz oğluva xidmət elə evdə. Oğluva xidmət elə. Bir başqasının rolu budur ki, ailəsinə biraz az diqqət ayırsın, məcburdur, ictimai işlərə daha çox. Bunu necə bilək, bunu bilmək üçün baş sındırmaqla olmayacaq. Özümüzlə məşğul olaq, Allah bizi istiqamətləndirəcək. Özü idarə edəcək həyatımızı. Özü idarə edəcək. Bir ruhani idi, məscidin adam çox gəlirdi. Adam çox gələndə də yoxsul adamlar da gəlir. Deyinəm, min cür adam gəlirdi, pul istəyirdi bundan, bu da yorulurdu, kömək eləyirdi. Məsələn, sonra dedi, ay Allah, cürbəcür adamlar gəlir, naəhl adam olur, bəzən görsən, məsələn, pis vərdişə qurşanmış adamlar gəlir, pul istəyir, filan. Mən də qalıram belə kimə neyniyim, necə eləyim, biraz Allaha şikayət edir, Allah deyir ki, bu sənə ayrılan bir yol idi, sən vasitə edin. İstəmirsənsə başqasına verək. Deyir, yox, mən bilmirdim bu dərəcədədir. Mən dedim, bu bəzən görsən o əyri adamlar, nadürüst adamlar da gəlir, deyir, nə olsun ki, sən buna dözməlisən, sən də işlərindən biri budur. Xanım Fatimə Zəhranın mövlud gündür, sözümü tamamlayıram. Xanım Fatimə Zəhraya bir neçə rol ayrılmışdı. Peyğəmbərin qızı idi, amma adı qız deyildi. Peyğəmbərin qızı olanda artıq onun missiyası başlanmışdı. Heç kəsə demədiyi sözü Peyğəmbər onun üçün deyirdi. Deyirdi, fədaha əbuha, atası ona fəda olsun, atası ona qurban olsun. O Əli əleyhissalamın həyat yoldaşı idi. Hədisdə var ki, Fatimə olmasaydı, dünyada Əliyə layiq həyat yoldaşı olmazdı. Onun yanında olmalıydı. Yanında olmalıydı. O imamlar anasıdır. Ummul əyimmədir sözün əsl mənasında. Bütün imamlar onun vücudundan dünyaya gəlməlidir. İmam Zaman dedi ki, Peyğəmbər buyurdu ki, ey Fatimə, müjdə olsun sənə ki, sonuncu imam dünyanı ədalətlə dolduracaq şəxs sənnəndir, sənin övladlarındandır. Və bunun rəmzi mənası da var ki, imam sevgi ağuşundan dünyaya gələcək. Və inşallah mən yenə deyirəm, zaman keçdikcə görəcəksiniz ki, xanım Fatimə Zəhranın bu məktəbi dünyaya tanıtdırmaqda rolu nədir? Görəcəksiniz. Məhdəviyyət, İmam Zamanın zuhuru Fatimiyyət tanınanda gerçəkləşəcək. Fatimiyyə bir insanın tarixi rolu deyil, Fatimiyyə bir məfhumdur. Həzrəti Fatimə nə vaxt ümumbəşəri şəxsiyyət olacaqsa, necə Həzrəti Məryəm elədi? Həzrəti Məryəm. Həzrəti Fatimə ümumbəşəri şəxsiyyət olacaqsa, biz dünyaya Həzrəti Zəhranı tanıtdıranda onun övladı zuhur eləyəcək. Buna heç bir şübhəviz olmasın, heç bir şəkkimiz olmasın. Mən bu bayram günündə ananın duası ən tez qəbul olunan dualardandır. Xanım Fatimə Zəhra desələr Seyidlərin anasıdır, ancaq yanlış sözdür bu. Xanım Fatimə Zəhra hədislər var, o gün bir böyük alimdən də eşitdim mən. Dedi ki, o bütün onu sevənlərin anasıdır. Biyoloji mənada olmasa da mənəvi mənada anasıdır, tam mənada anasıdır və onun da duası bizim halımıza
şamil olur. Ondan mən dua istəyirəm Həzrət Zəhra. Ana duasına çox ehtiyacımız var. Allaha and verirəm, İlahi bi haqqı Fatimə və əbiha və bə'liha və bəniha. Sən and verirəm Fatimiyə, onun atasına, onun həyat yoldaşına və onun balalarına ki, bizə dünya və axirətin xeyirlərini nəsib elə. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar. İnne şana'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Bugünün bizdə